Ötən gün Şabrançaya gələn sel nəticəsində 3 nəfəri həlak olub. Hadisə çayın Şabran rayonunun Xəlfələr kəndindən keçən hissəsində baş verib. Neft şirkətinin əməkdaşları işə gedərkən avtomobili sel aşırıb. Nəticədə nəqliyyat vasitəsində olan Şirvan sakini 59 yaşlı Nur Məmməd Məmmədov və Salyan sakini 63 yaşlı Etibar Nağıyev ölüblər. Onların cəsədləri gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bugün Şabranda çayda daha bir nəfərin meyiti tapılıb. Onun Siyəzən Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən sakini 63 yaşlı Füzuli Paşayev olduğu bildirilir. Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun da seldə boğulduğu bildirilir. Hazırda ərazidə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların ölümü ilə bağlı araşdırma aparılır. Quba rayonu ərazisində isə aramsız yağışlar nəticəsində sel suları yaşayış evlərini dağıdıb. Bu kadrlar Amsar Qışlaq kəndindəndir. Sel kənddə bəzi evləri dağıdıb, bəzilərində isə çatlar əmələ gəlib. Su evin bu başından girdi, o başından çıxdı. Yuyub apardı. Yuyub aparmaq su sel nəticəsində də ki, ev yerinə yeksən oldu. Evdən də ki, atam onkoloji xəstədir, gücünə belimizdə alıb çıxarmışıq evdən. Evdəkilər bütün yararsız oldu əşyalar. Problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. Quba rayon icra hakimiyyətindən bildirilib ki, daşqınlar əhalinin təsərrüfatlarına, yol nəqliyyat infrastrukturuna, işıq, qaz və rabitə sahəsinə də təsirsiz ötüşməyib. Aktlar tərtib edirik. O aktları da aidiyyəti üzrə rayon Fövqəladə Hallar Komissiyasına yönləndirəcək. Və hazırda qeyd etdiyim kimi də hansı ki bəzi yaşayış məntəqələrində, evlərində, zirzəmilərində sunlar yığılıb qalıb, onların çəkilməsi istiqamətində işlər davam etdirilir. Tovuzda da sel ciddi fəsadlar törədib. Rayonun Əsrik Cırdaxan kəndində Mübariz Abulova məxsus evin istinad hasarı və 2 otağı uçub. Ev sahibinə məxsus mini avtomobili hasarın altında qalıb. Güclü yağış yağırdı. Ani bir moment ildırım çaxması kimi bir səs gəldi və sel suları evin arxasında olan istinad divarını çördü. Gördüyünüz kimi maşınımın üstünə, evimin 2 otağına zərər dəydi. Özümdə yüngül xəsarətlər var, sinəmdə, kürəyimin arxasında xəsarətlər var. Bundan başqa yolun torpaq qatı yuyulub, asfalt örtüyündə də çatlar yaranıb. Elektrik dirəklərinin təməlini də sel sıradan çıxarıb. Bura hökmən istinad divarı örülməlidir. Yol uçmamaq üçün. Yuxarıdan yüksək gərginlikli 6000 voltluq yüksək xətt keçir. Hər dəqiqə hadisə ola bilər. Bax, burada da uçanda dirək ikisi elə əyilibdir. Evin üstə düşmə təhlükəsi var. Vətəndaşa dəyən ziyan və ümumi fəsadlarla bağlı Tovuz rayon icra hakimiyyətinin nəzdindəki Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, zərərlər qeydə alınıb. Hacıqabul rayonunun ərazisindən keçən Pirsaat çayına gələn seldə ətraf kəndlərdə fəsadlar törədib. Qubalı və Tağlı kəndlərində işıq, qaz təsərrüfatlarına ziyan dəyib. Qubalıya gedən yol su altında qaldığından kəndlə əlaqə kəsilib. Ev yeşik hamısı dolub. Toyuq, cücə hamısı məhv oldu, qırıldı, getdi. Heç nə qalmayıb. Atamgilin evi, qardaşımın evi hamısının pis vəziyyətdədir. Mövcud vəziyyətlə bağlı rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda çayda suyun səviyyəsi tədricən aşağı düşüb. Bununla belə, selin törətdiyi fəsadları aradan qaldırmaq üçün zəruri tədbirlər görülür. Emin Kərimov, Cümşüd Məmmədov, Elməddin İsmailov, Yusif Kərimli, Xəzər xəbər.